Pirəhəsən ziyarətgahında bu müqəddəs Ramazan günlərində həmişəki kimi xeyriyyə süfrələri təşkil edən Məhəmməd bəyə və dəstəyi olan hər kəsə Azərbaycan Türk TV adından təşəkkür edirik. Allah qəbul eləsin. Bizə də qismət oldu Ramazanlıq ayında, oruçluq ayında. Mən çox arzulayıram divlərimizi, ziyarətgahlarımızı ziyarət edək. Bütün insanların belə bir yerlərə gəlir, belə bir yerlərdə daha çox paklaşırmı, ruhu dincəlir və biz danmayaq ki, biz də Azərbaycanlı olaraq ocaqlarımıza, peyğəmbərlərimizə, Allahımıza, pirlərimizə bağlı insanlarıq. Bugün biz bir Allahda, bir Həsən olacağındayıq, ziyarətindəyik. Nə gözəl, buyurun. Ziyarətgahımızı çəkəcəyik, indi göstərəcəyik. Allah qəbul eləsin. Bugün dediyim kimi biz bir Allahda Həsən ocağındayıq, ziyarətindəyik. Mənim ruhum dincəldi. İnanıram ki, sənin də ruhun dincəldi. İzləyicilərimizə can sağlığı arzu edirəm, özümüzə də, kollektivimizə də. Hər zaman gözəl işlərdə imzaları olsun, ziyarət eləmək gücləri olsun, ziyarət eləyə bilsinlər. Bugün də belə bir qismətli ziyarət elədik. Allah ziyarətimizi qəbul eləsin.